Havalar isinir, yay gəlir və artıq bəzi tərkiblərdən istifadə etmək olarmı, olmazmı sualları ilə daha çox rastlaşıram. Bunlardan biri də retinoldur. Retinoldan yay aylarında, yaz aylarında istifadə etmək olarmı, olmazmı? Bununla bağlı danışaq. Əvvəllər biz retinoldan yay aylarında istifadə etməyi dayandırmağı tövsiyə edirdik, amma artıq fikirlər dəyişib və artıq yay aylarında da retinoldan istifadə etmək olar fikirləri daha çoxalıb. Bunun əlbəttə ki, bir əsası var. Çünki əvvəllər retinolun 3000-də bir konsentrasiyasından yüksək konsentrasiyalardan istifadə olunurdu və bunlar da dərinin üst təbəqəsini daha çox tahriş eləyirdi, daha çox soyurdu və bu zamanda dəri müdafiəsiz qalırdı. Bu da ləkələnmə ehtimalını artırırdı. Amma artıq belə deyil. Artıq bu konsentrasiyadan 3000-də bir konsentrasiyadan daha aşağı konsentrasiyalar hazırlanır və piyasada var. Yüksək konsentrasiyalardan artıq istifadə olunmur və artıq yay aylarında da retinoldan rahat bir şəkildə istifadə edə bilərik. Sadəcə bir diqqət etməmiz gərəkən xüsuslar odur ki, istifadə edən zaman günəş qoruyucudan mütləq istifadə etmək lazımdır. Yenə də nə də olsa dərimizin üst təbəqəsini qorumaq lazımdır.